Ses havası altına. Deyirəm ki, bəs ses havası aldınız. Hamımı yaktınız. Geçti axı. Dayan, mane olma. Bu nedir? Bu bizi mağara hayvanlarından farklandıran bir şeydir. Ondan farklı olarak bizim takvimimiz var. Takvimler bizim bayramlarımız var. Bayramlarda ise ateş ve şanlığımız var. Bu Bengal şamıdır. Bizim hemşe ateş ve şanlığımız olacak. İndi siz bunu ateş ve şanlık adlandırırsınız. Başa düşmürəm. Axı hər şey təlimatda olduğu kimidir. Aziz dostum, ateş ve şanlık güzel bir şeydir. Alovun coşkusuyla sıçrayışları odur. Bak, bak, bu meteorit yağışı kimi esrarengiz, güzel olmalıdır. Laha bakan ulduzlar kimi. Kompresiya. Bəs onlar hara düşməlidirlər? Bunun fərqi yoxdur. Əsas odur ki, güzel olsun. Bacararsınız, Çalışacağım. Çalışacağım. Tanrı köməyin olsun. Belə. Alovun coşkuyla sıçrayışı. Belə. Belə. Ey ulu tanrım, mən bunu bacardım. Mən bunu bacardım. Şükür sənə. Çox sağ ol. Çox sağ ol. Əla, güzel, qəşəng, fenomenal meteorit. Bu böyüklükdə meteorit. Hələ soyumayıb. Mən ki heç nəyi səhv etməmişdim. Ateş və şanlıq bu ki yaxşıydı. Mən lap qəşəng alov sıçrayışı yaratmışdım. Amma o düşdü, hər şeyi məhv etdi. Gör necə gün işləmiş. Belə, qorxulu heç nə yoxdur. Əvvəlkindən də yaxşı cihaz düzəldi. Onun üstünə yenə də meteorit düşsün. O bir təsadüf idi. Nə təsadüf. Əgər o meşəyə, dənizə, hətta mənim evimə düşsəydi, mən inanardım ki, bu təsadüfdür. Mənim saatım xarab olub. Təbrik edirəm. Aha, sağ ol. Bugün təmir edə bilərsən. Mənə təcili lazımdır. Nədən ötürü? Nədən ötürü nə deməkdir? Nəyə görə? Nə isə təmir etmək. Nəyə lazım? Lazımdır ki, mən onu düzəldən kimi göydən bir yekə təsadüf düşsün onun üstünə. Nə isə boş-boşuna etməyin. Nə Gəl mənası sən mənə var? nağıl danışma. Deyirəm ki, mənə bu dəqiqə saat lazımdır. Sənin səs-küyündən mənim rejimim pozulub. Bilmirəm nə vaxt yatıram, nə vaxt dururam. Nə isə planlaşdırmaq lazım deyil. Nəsə planlaşdırırsan və birdən tap durub vəssalam. Hər şeyi qurtardı. Sonradan təəssüflənməyəsən deyə heç nə etmək lazım deyil. Hər şey boşdur. Qulaq asın, belə olmaz axı. Mən sizə icazə vermərəm ki, bədminliyə qapılasınız. Siz bizə lazımsınız. Bizim bayramımıza ateş və şanlıq lazımdır. Nə bayram? Haqq, ədalət günü. Hər şeyi dağıdın. Heç nəyə heyfim gəlmir. Ateş və şanlıq düzəldə bilim. Bu daş gəlib düşməyə yer tapdı. Bu ki, elə alovun coşkusuyla sıçrayışıdır. Hislərin alovlu qığılcımlarıdır.
Şükür olsun sana. Çok şükür. Qulaq asın, mən artıq yatmaq istəyirəm. Bir dəqiqə. Biraz da məşq etmək lazımdır. Sabah bayramdır. Neydi onun adı? Hak, adalet günü.